İmam Zaman əleyhissalamın zuhurunda ağamıza, imamımıza kömək edəcək əskərlərdən biri də Peyğəmbərin sahabəsi, Allahın salamı olsun ona və əhl-i beytinə, hamımızın tanıdığı Salmandır. Allahın salamı və rəhməti olsun Salmana. Salman tanınmış şəxsdir. Bütün müsəlmanlar məzhəbindən, təriqətindən asılı olmayaraq hamısı Salmanı sevir, Salmana hörmət göstərir. Səbəb də budur ki, Salmanın Allah yanında Peyğəmbər və əhl-i beyti Allahın salamı olsun onlara. Onların yanında elə bir məqamı var ki, İmam Zaman ağa əleyhissalam zuhur edəndən sonra İmam Zaman ağaya kömək eləyəcək keçmiş insanlar var. Onlar da qaydacaqlar bu dünyaya. Bəli, bizim bir əqidəmiz var, danışmışıq, xurafat deyil, adı rəcətdir. Allah Taala ölən insanların yaxşıları da pisləri də qaytaracaq bu dünyaya. Yaxşıları İmam Zaman ağaya kömək eləsinlər, pisləri də bu dünyada hələ axirətdən qabaq etdiyi cinayətlərin cəzasını alsınlar. O şəxslərdən biri də bizim dini mənbələrimizdə Salmandır. Salman Peyğəmbər sahabəsidir. Amma eyni halda İmam Zaman ağanın da köməkçilərindən olacaq. Görün insan nə qədər ləyaqəti var, nə qədər Allah yanında bunun dəyəri, hörməti var ki, Allah Taala Salmanı öləndən sonra dirildəcək, Salman İmam Zaman ağanın əskərlərindən, yarı ənsarından, köməkçilərindən olacaq. Allah ona rəhmət eləsin. Kimdir Salman? Salman İrandan, İsfahandan, adı da Salman olmamışdan qabaq Ruzbəhdir. Bəli, Ruz gün deməkdir. Farsında eşitmişsiniz, Novruz, yeni. Adı Ruzbəh olub. Bəziləri hətta Zərdüşt olub, amma o da sitayiş eləməyib. Sonra İsa Peyğəmbərin havarilərinin şagirdləri ilə görüşüb, onlardan faydalanıb və onların kitablarında oxumuşdu ki, son Peyğəmbər, bütün Peyğəmbərlərin tacı, Əşrəfül Ənbiya və Mürsəlin ən üstün şəxs Hicazda ərəblərin arasından və Mədinə şəhərindən, Yəsrib şəhərindən çıxacaq. O da gəzirdi, bunun üçün səfərlər edirdi. Bir gündə səfərdə onu tutdular, qul kimi əsirlədilər, apardı, bazarda satdılar. Kim aldı bunu? Bir Yəhudi. Gətirdi onu Mədinəyə. Bax hələ. İllərlə qul oldu evdə. Halbuki özü şahzadə nəslindən idi. Zadəgan nəslindən idi. Bir gündə Peyğəmbər Mədinəyə gəldi. Allahın salamı olsun ona və əhl-i beytinə, bilirsiniz Məkkədən sonra. Və dedilər bir Peyğəmbərdir. Salman savadlıdır. Salman ərəblər kimi deyir, gəlsin desin ki Peyğəmbər. Ərəblər əlində bir şey tutsun desin ki, əlimin içində nə var, sən iman gətirirəm. Elə bir tapmaca oynayır. O biri ərəb dedi, Peyğəmbər bu ağacla danış, bu heyvan danışsın, mən iman gətirərəm. Bunlar möcüzədir, Peyğəmbər bunları eləyib Allahın salamı olsun və əhl-i beytinə. Salman alim adamdır. Salman gözlədi. Nəyi? 3 dənə əlamət var kitablarda. 1. Peyğəmbərlər sədaqə yeməz. Sədaqə yeməz. Peyğəmbər keçirdi, yaxınlaşdı, dedi ki, bunu xahiş edirəm, siz üçün gətirmişəm. Peyğəmbər aldı, sahabələrə verdi, yeyin. Özü yemədi. Özü yemədi. Siz də yeyin. Yox, biz yemirik. Sabahsı günü ikinci, bir dənə başqa bir sədaqə yox, hədiyyə gətirdi. Peyğəmbər, bunu siz üçün gətirmişəm. Peyğəmbər yedi. Ya, bu da 2. Sədaqəni yemədi, hardan bildi mən sədaqə niyyət eləmişəm. 2. Hədiyyəni yedi. 3-cü, gördü Peyğəmbər. Gedir, bir sahabəni dəfn edirlər. Düşdü Peyğəmbərin arxasına, gəldi, cənazanı apara-apara Peyğəmbərin arxasından yeriyir, belinə baxmaq istəyir, çiyninə baxmaq istəyir, sağa gedir, sola gedir. Peyğəmbər öz əli ilə, mübarək əli ilə öz əbasını belə araladı, göstərdi. Bax, istədiyim budur, mən deyirəm. Peyğəmbərliyin möhrü, nişanəsini göstərdi, Salman Peyğəmbərdir. Qucaqladı, kəlime-i şəhadət dedi və dedi, tapdığımı tapmışam. Peyğəmbər Yəhudidən danışdı, onu qul idi, azad elədi, Ruzbəh adında dəyişdi, ona Salman adı verdi. Bu adı ona kim verib? Peyğəmbər verib. Salman sözünün mənası təslim yaxud da sağlamlıq deməkdir. Salmanın özü imanda elə bir mərtəbəyə qalxdı ki, elə bir mərtəbəyə ucaldı ki, əqidəmiz budur. Təhqir üçün demirik, bizim əqidəmizdir. Peyğəmbər sahabələrinin arasında ən üstün sahabə iman baxımından Salmandır. İndi kimsə deyir, bəs Həzrət Əli, Peyğəmbərə dedilər, Allahın salamı olsun ona və əhl-i beytinə. Peyğəmbər sahabələrindən bizə danış. Peyğəmbər bir sahabələr haqqında danışdı. Dedi, Əlidən niyə danışmadın? Peyğəmbər nə buyurdu? Siz mənə sahabələrdən dediniz. Əli mənim özümdür, mənim canımdır. Əli sahabə deyil ki. Bizim üçün Əli imamdır. Allahın salamı olsun ona və əhl-i beytinə. Sahabələr arasında ən üstün şəxs Salmandır. İman 10 mərtəbədir. 10-cu mərtəbədən yuxarı Peyğəmbərli idi. Salman neçədə idi? 10-da idi. Baxın, İmam Sadiq əleyhissalam buyurur, iman 10 dərəcədir, Miqdad 8-də idi, Əbu Zər 9-da idi, Salman 10-cu mərtəbədə idi.
Allahın rəhməti salam olsun hər üçünə. Hələ bu nədir ki, Salman imandan əlavə elə bir mərtəbəyə qalxdı, onun haqqında Peyğəmbər məşhur o cümləni dedi. Xəndək döyüşü, müsəlmanlar hamısı xəndək qazırlar, Salman deyir, özü çox güclü idi, uzun ömürlü olub, həm də qollu qüvvətli, boylu buxunlu olub. Salman deyir, tək başına başqalarından daha çox ərazini qazdı. Amma baxırdı yaxı görə kim çox xəndək qazıb görürlər, Salmanın qazdığı xəndək daha çoxdur ərazi. Bu zaman Ənsar dedi ki, Salman bizdəndir. Yəni Mədinəlidir. Mühacirlər, Məkkədən gələnlər hicrət edəndə ki, o Salman bizdəndir. Peyğəmbər axırda dedi ki, Salman biz Əhl-i Beytdəndir. Əhl-i Sünnə alimi İbn Ərəbi Futuhatul Məkkiyyə kitabında və İbn Əbil Hədid Nəhcül Bələğə olan şərhində yazır ki, bu kəlmənin mənası budur ki, Salman biz Əhl-i Beytdəndir. Salmanın isməti, məsumluq dərəcəsi olub. Məsumluğun dərəcələri var. Ən üstün dərəcə kimdədir? 14 məsumda. Ondan aşağı hissədə olan məsumları var. Günah eləməzlər. Peyğəmbər Allahın salamı olsun ona və Əhl-i Beytinə ondan Cabir nəql eləyir. Behiştin Salmanı olan əlaqəsi, iştiyaqı Salmanın behişdə olan əlaqəsindən daha çoxdur. Hamı istəyir ki, hara getsin? Behişdə getsin. Amma behiş də bəzi kişiləri istəyir. Onlardan biri Salmandır. Peyğəmbər buyurub Allahın salamı olsun ona və Əhl-i Beytinə, Salman məndəndir. Sözə bax ha, Peyğəmbər deyir, məndəndir. Hər kəs ona incitsə, zülm etsə, məni incitmişdir. Kim ona əziyyət eləsə, mənə əziyyət eləmişdir. İmam Sadiq əleyhissalam buyurur ki, Salmana ismi əzəm verilib. Yəni, ged yanına deyilən, mənim üçün dua elə. Allah onun duasını qəbul eləyər. Kimə ismi əzəm verilsə. İmam Sadiq əleyhissalamdan nəql edirlər, Peyğəmbər Həzrət Əli bəzi sirləri var idi. Onu çox adama deyə bilmirdi. Sirlərini verə bildiyi şəxslərdən, layiq bildiyi xəzinə sahibi olanlardan biri Salman idi. Ona görə Salmanın adlarından biri Muhdəsdir. Allah Peyğəmbərinə elə sözlər demişdi, onu heç kəsə deyə bilmirdi. O sözlər Salmana deyilirdi. Elmi məqamı nə qədərdir? Peyğəmbər Allahın salamı olsun ona və Əhl-i Beytinə ondan nəql ilə ki, Salman haqqında buyurdu. Salman elm dəryasıdır. Onun dərinliyinə baş vurmaq olmaz. O qədər dərin adamdır. Yaxud da onu Loğman həkimin bənzədiblər. Salman eyni halda hərbini də yaxşı bilirdi. İrandan idi, müharibələrdə iştirak eləmişdi. Peyğəmbərlə bir neçə döyüşdə iştirak eləyib, hətta 2 döyüşdə Peyğəmbərə taktika deyib, Allahın salamı olsun ona və Əhl-i Beytinə, Peyğəmbər müsəlmanları bəzən yığırdı, məşvərət eləyirdi. Neyniyək? Əhzab döyüşündə, xəndək qazmağın mənasını kim dedi? Hamı Salmana baxırdılar. Salman da fars. Bəzi ona fars deyirdilər. Onu incitirdilər. Salman haqqında Quran ayəsi nazil oldu. Hücurat surəsi. Allah yanında hörmətli. İnnə əkrəməkum indəllah ətqakum. Aşağı gözlə baxmayın. Biz ərəbi, o farsıq. Həmin fars dedikləri Salman 2 dəfə müharibədə taktika dedi. Müsəlman onlara qalib gəldi. 1. Xəndək qazmağı. O təklif verdi, qəbul olundu. Əhzab döyüşündə. 2. Mancanaq ki var, daşı qoyursan, atırsan, onu da İranlardan ərəblərə Peyğəmbərin məsləhəti ilə Salman öyrətdi. Bunlar baxırdı, bəyərdən fars deyirdi, bu kəlləymiş ki, bu hərbi mütəxəssis imiş ki. Aşağı gözlə baxırdılar Salmana bəziləri. Salman elmi mənaya və bəlayanı bilirdi. Nədir o? Gələcəkdən bəzi məlumatları bilirdi. Bir gün Peyğəmbərin sahabələri yolda keçirdilər, Salman bir nəfəri orada saxladı, eybini açmadı. Bir söz dedi o adama. Əhl-i Beytin düşmənlərindən idi. Allahdan qorx, gecə, axşam evində o iş barəsindəki fikirləşdin, ona görə Allahdan qorx. Bunu dedi, Salman getdi. O adamlar yığışdılar onun başına, o da sahabə idi, Əhl-i Beytin düşmənlərindən. Nə olub? Səni elə bir şeydə ittiham elədi ki, ağır ittihamdır ya. Dedi ki, mən gecə elə bir iş görmək istirdim, onu ancaq Allah bilirdi, mən bilirdim. Salman özü cəmaata dəfələrlə elə bir söz deyirdi, qulaq asın, dəhşətli cümlədir. Salman özü cəmaata deyir ki, ey cəmaat, mən əgər sizə bildiklərimi desəm, deyərsiniz, Salman dəlidir, divanədir. Allah Salmanı öldürənə rəhmət eləsin. Hər adama hər şeyə demək olmaz ki. Desəm, məni dəli hesab edərsiniz, məni öldürəndə rəhmət deyərsiniz. Bu qədər. Zahid adam idi. Heç vaxt var dövlət toplanmazdı. Çalışırdı, əlinə düşənləri kasıblara yardım eləsin. Peyğəmbərdən sonra Əhl-i Beyti müdafiə elədi, deyəcəyim inşallah. Sonra da Salmanın özü Həzrət Əlinin məsləhəti ilə 2-ci xəlifənin dövründə Mədainə göndərildi. Mədain o vaxt İranın bir hissəsi idi, indi İraqın bir hissəsidir, Bağdad şəhərin yaxınlığında və qəbri də oradadır. Salman oranın böyük bir ərazinin, Azərbaycandan böyük bir ərazinin, məntəqənin icra başçısı, valisi oldu. Amma icra başçısının nə evi var idi,
nə də maaş alırdı. İcra başçısı kimi xalqa xidmət eləyirdi, maaş almırdı. Nə ilə dolanırdı? Salman güclü zəmbil tikən idi. Zəmbil tikirdi, bazara göndərirdi, onunla dolanırdı. İcra başçısı kimi aldığı maaşı özü götürmürdü. Onu kasıblara, Mədaində olan fəqirlərə paylayırdı. Bir gün Mədain şəhərinə dedilər sel gəldi, yaxud da yanğın oldu. Şəhərə sel gəlib, şəhər ot tutub yanır. Keçmiş evlər bir-birinə əvvəl bitişik idi də. Şəhərdən birinci çıxıb canını qurtaran kim olsa yaxşıdır? Salman. Salman bir dənə qılıncın, bir dənə Quran, bir dənə aftafasını vurub çıxdı. Qalanlar hələ deyirək qızıl qaldı, yarğanın efindən o qaldı, bu qaldı, sərvət qaldı. Salman üzünü tutdu cəmiyyətə dedi ki, kimin yükü yüngül olsa, o da nicat tapar. Qiyamətdə də belədir. Yükün ağır olsa, çox saxil edərlər səni. Yükün yüngül olsa, əməllərin yüngül olsa, xoş halır. Peyğəmbərdən sonra Allahın salamı olsun ona və əhl-i beytinə. Əhl-i beyti tək qoydular. Xanım Fatimə-i Zəhra salamü aleyhanın haqqını dahi eşitmiş, ona zülümlər olundu. Qaçmayan, axıra qədər qalan, müdafiə edən şəxslərdən biri Salmandır. Özü də həmişə üzün tutub cəmiyyətə İmam Əlini müdafiə edib deyərdi. Həqiqətən Əli əleyhissalam Allahın qapılarından biridir. Hər kəs o qapıdan getsə mömündür. Hər kəs ondan xaric olsa kafirdir. Bu ümmətin ən üstün şəxsi Həzrəti Əli əleyhissalamdır. Və Salmanın özü də deyir, dünyasını dəyişəndən sonra Peyğəmbər sahabəsi İbn Abbas onu yuxuda görür, ondan soruşur ki, Salman, Allaha iman, Peyğəmbərə imandan sonra o dünyada, behişdə ən üstün, qiymətli şey nə idi, dərdi nədəydi? Dedi, Əli ibn Əbi Talib, Həzrəti Əleyhisselamın vilayəti və onun sözünə qulaq asmaq. Həzrət Əlini sevən kişilərdən idi. İranlılar müsəlman olublar. İkinci xəlifənin dövründə. Amma əhl-i beyti olan məhəbbətlərin bir səbəbi Salmandır. Salman icra başçısı idi. Mədaində ola bütün İranlıların hamısını əhl-i beytin marifindən tanış elədi. Və İranlıların özünə əhl-i beyti olan sevgisinin bir səbəbi Salmanın orada icra başları. İranın da fəth olunmağında çox yerdə qan tökülməyib. Qılıncla insanlar iman gətirməyiblər. Xoş sözlə deyir, Salman fars dilini bilirdi. Onlarla gedib söhbət elədi, onları İslama dəvət etdi. Onlar da çox yerdə İslamı qəbul etdilər. Allah rəhmət eləsin şəhid ağamız Ayətullah Xameneyi ağaya. Ondan nəql edirlər ki, o buyurur ki, deyir, deməyin Salman Farsı Farsdandır, İrandandır. Deyin, Farslar İran Salmandandır. Niyə? Gözəl sözdür. Niyə? Çünki Salman əhl-i beytdəndir. Bugün İranı bombalayırlar, İranı vururlar, bəzi yerlərdə görsən savadsız, cahil adamlar danışırlar, Fars, türk söhbət edirlər. İranın günahı Fars olmaq deyil. Təbriz Fars idi, səsi çıxdı, Zəncan Fars idi, Zəncanda ən böyük məscidi elə vurublar, darmadağın eliblər. Salman əhl-i beytdəndir. İranın bugün əsas günahı, dırnaqarası günahı əhl-i beytlə olmağı, əhl-i beytin yoluna nədir? Haqqı deməlisən, zalıma etiraz etməlisən. Baxın da bu qədər müsəlmanların arasında nələr baş verir. Salman dünyasını dəyişdi. Xoş halına. Kim onu dəfn eləsə yaxşıdır. Həzrət Əleyhisselam Mədinədən qeybi yollarla, teyyül ərzlə, xurafat deyil, əlimizdə sənədləri var. Qurandan da buna sübutlarımız var. Mədaində Salman dünyasını dəyişənə sonra gördür, İmam Əleyhisselam tapıldı. Ay İmam Əli özünüzü çatdırdı. İmam Əli ona qüsl verdi. Kəfənə bükdü, namazın qıldı. Onu bastırdı. Bastırandan sonra qəbrin üstünə, yaxud da ki, kəfəninə 2 dənə cümlə də özü yazdı. Cümlə də ki, nəql edirlər ki, belə bir cümlədir. Baxın. وَفَتُّ عَلَى الْكَرِيمِ بِغَيْرِ زَادٍ مِنَ الْحَسَنَاتِ وَالْقَلْبِ السَّلِيمِ فَحَمْلُ الزَّادِ أَقْبَحُ كُلِّ شَيْءٍ إِذَا كَانَ الْوُفُودُ عَلَى الْكَرِيمِ İmam Əli Salmanın kəfəninə ya qəbrinə bu cümləni yazdı. Mənası nədir? Kərim, ağa, böyük bir şəxsin ağanın hüzuruna gedəndə mənim əlim boş və qəlbimin də paklığını demirəm ki, mən tərtəmiz gəlmişəm. Qəlbim təmizdir, əməllərim çoxdur. Heç Allahın hüzuruna getməyə bizim nəyimiz var ki, ilahi mən gəlmişəm filan şeydə qətmişəm sənin hüzuruna. Nə deyə bilərik? Sonra buyurur. Amma Kərim böyük ağanın yanına gedəndə hədiyyə aparmaq da adama yaraşmaz. Nə aparacaqsan, onun nəyi yox idi ki, sən aparasan? Deyir, bu kəlmə İmam Əlinin, Salmanın Allaha olan təvəkkülündəndir. Allaha olan böyüklüyə baxın. Yəni, Allaha elə baxırıq ki, ilahi, mən bu namazla gəlməmişəm. Mən bu orucla, pul xərcləməklə gəlməmişəm. Mən gəlmişəm, Kərim qapısına gəlmişəm. Ağa qapısına gəlmişəm. İmanım budur ki, sən ağasan. Məni bağışla. Bu qədər böyük. Zuhurla bağlı. İmamın kəlamı deməmişdən qabaq, Salmandan
olan xüsusiyyətləri sizə deyim. İnşallah dua elə Allah onları bizə də nəsib eləsin. İmam Sadiq əleyhissalama nəql edirlər, bir nəfər dedi ki, ağacan, siz niyə bu qədər Salman-ı Farsini tez-tez yad edirsiniz? Niyə bu qədər tez-tez Salmandan, o Farsdan danışırsınız? İmam Sadiq əleyhissalam cavabında dedi, demə Salman Farsi, de Salman Muhammedi. Amma tez-tez Salmanı yad eləməyimizin səbəbi onda 3 dənə gözəl xüsusiyyət olub. Qulaq asın. 1. Salman öz şəxsi rəyini, fikrini heç vaxt İmam Əli İslamın üstün tutmazdı. İmam Əli İslam nə deyir? Mənim fikrim başqadır. Kim deyən olacaq? Həzrət Əli deyən olacaq. Mən çox səhv fikir yaşara bilərəm. Mənim nəfsim çox şey istəyər. Mənim rəyim başqa şey ola bilər. Amma gör ağan nə deyir? Əsl əskər, ona görə İmam Zaman əskərindən olacaq o. Odur ki, komandir nə deyir? Deyir, Salmanın qabağını 2 iş sıxsaydı, öz fikri İmam Əlinin fikrindən üst-üstə düşməsəydi, kimin fikrini səsərdi? Həzrət Əli deyən səsərdi. Bugün biz beləyik, inşallah belə olaq. İmam Əli deyən ki, mən otub dururam. Həzrət Əli deyir, belə elə, mən elə eləyirəm. O filan məclisə getmə, filan sözü demə, filan işi görmə, burada pul xərclə. İmam deyəni eləyirəmsə, Salman kimisən, xoş halı var. 2. Salman deyir, kasıbları sevərdi, varlılarla oturub durmazdı. Bəziləri xoş deyir axı, belə bəhkədənlərlə varlılarla oturub dursun, pul, imkan, bahalı maşın filan. Salmanı ona görə biz sevirik ki, o kasıbları sevirdi. O varlıları kasıblardan üstün tutmurdu, kasıblarla oturub dururdu, varlılarla oturub durmurdu. 3. O elmə və alimlərə məhəbbəti var idi. Elm əhlini, elmi və alimləri sevirdi. Sonra İmam Sadiq əleyhissalam Qur'an-ı Kərimdən olan İbrahim peyğəmbər əleyhissalam digər peyğəmbərlərlə bağlı ayəni Salman kimi oxudu. İnnə Salman kana abdən salihan hanifən muslimən və ma kana minəl müşrikin. Salman bəndə idi, salih adam idi. Allaha həqiqi iman gətirmişdi, müsəlman idi, hənif müsəlman və müşriklərdən deyildi. Dəhşət sözdür ya. Bu İbrahim əleyhissalam haqqında olan ayəni o sifətləri Salmana dedi. Qardaşlar, son. İmam Sadiq əleyhissalam buyurur. Bu dünyaya qaytarılan şəxslərdən biri Malikəşlərdir. Yuşə ibn Nundur. Əbu Dücanə Ənsaridir, peyğəmbər sahabası. Miqdaddır, dedim Malikəşlərdir, bir də Salmandır. Bunlar peyğəmbər sahabası və tabiin olublar. Qayıdacaq Salman bu dünyaya və İmam Zaman ağanın köməkçilərindən olacaq. Bir gündə Salman özü nəql edir. Mən peyğəmbərin hüzurundaydım. Allahın salamı olsun peyğəmbərə və əhl-i beytinə qurtarıram. Peyğəmbər dedim mənə başladı özümdən sonra bir kim rəhbəri, canişin olacaq onu deməyi. Birincisi Həzrət Əli, ikincisi İmam Həsən, üçüncüsü İmam Hüseyn. Saydı, 12-ci imama qədər saydı peyğəmbər. Salman dedi mənə, dedi ki 12 dənə rəhbər olacaq. Sonra buyurdu, ey Salman, sən onu dərk edəcəksən, onun hüzurunu görəcəksən, 12-ci imamın. Mən təəccüb elədim, necə onu görəcəyəm? Peyğəmbər buyurdu, sən də kim səni kimi olsa, qədrinizi bilin, ola bilərsiniz, fürsətdir. Kim Salman kimi olsa, kim səni kimi olsa, onun vilayətini, imamətini qəbul etsə, ona mərifəti olsa, bilginən ki, o da İmam Zamanı görəcək. Mən təəccüb elədim, peyğəmbərdən soruşdum ki, əziz peyğəmbər, mən o 12-ci imam, İmam Zaman ağanın dövrünə qədər uzun ömür olub yaşayacağam. Peyğəmbər isə mənə Qur'an-ı Kərimdən İsra surəsindən 5-6-cı aya Yahudilərin fitnə fəsad törədəcəyi, Allah Taala'nın onları cəzalandıracağı ilə bağlı ayəni oxudu və mənə xəbər verdi ki, yəni uzun ömür olmayacaqsan, öləndən sonra Allah səni dirildəcək, 12-ci imamı görəcəksən. Salman deyir, indi sizə xəbər versinlər ki, sən öləndən sonra dirildəcəksən, İmam Zaman olacaqsan. Nə qədər sevinərsən. Salman deyir ki, mən bu zaman ağladım, sevincimdən bir cümlə dedim, ey peyğəmbər, bu sən tərəfindən mənə əhd, söz verirsiniz mənə bir əhd peymandır. Peyğəmbər deyir, bəli, əhd peymandır. Sonra peyğəmbər sözünü davam elədi. Sonda deyir ki, peyğəmbər bu sözlərin İmam Zaman ağına bağlı mənə danışdı. Sonda axırda Salman dedi, mən peyğəmbərin yanından ayrılanda o qədər sevinirdim, heç qorxmurdum. Ölüm mənim sorağıma gəlsin, yoxsa mən ölümün sorağına gedim. Kişi mənə vədə verib, ölsün də İmam Zamanla diriləcəksən. Mən daha qorxmurdum. Ölüm məni harda yaxalasın. Muhammed İbn Cərir Təbəri Dəlailül İmamə kitabında bunu nəql edib. Qardaşlar, gördünüz Salman necə kişi olub? Yaşayışını gördünüz. İcra başçısı olub, xalqa xidmət edib, maaş almayıb. Heç kəsin haqqına girməyib. Əhl-i beyti müdafiə edib.
Sonda da Həzrəti Əli əleyhissalam onu dəfn edib. Hələ bu dünyada aqibəti bir dəfə belədir, bir dəfə də İmam Zaman ağanın zuhurunda qayıdacaq. Peyğəmbər amma vədə verdi. Kim səni kimi olsa, Salmanda olan xüsusiyyətləri qazansa, imamının sözünə qulaq assa, öz fikrini yox, imamın fikrinə oturub durarsa, alimləri, elmi sevərsə, kasıbları varlılardan üstün tutarsa, o da Salman kimi xüsusiyyətlərə malikdir İmam Sadiq əleyhissalam hədisində. Allahın verə Peyğəmbər və onun pak əhli beytinə Allah təala bizlərə də Salman kimi yaşayıb, Salman kimi dünyasını dəyişməyi qismət eləsin.